Bugün ben sizin için 9-cu sinif buraxılış imtahanına düşmüş sualların birinin izahını çəkəcəm. Deməli, bu sualda bizə deyir ki, ABCD düzbucaqlısı verib, AC diaqonalı çəkilib, BM və DN AC perpendikulardır verilib. Digər tərəfdən BM-in 5 olduğunu deyir bizə. BM-imiz bərabərdir 5 və M, deməli, BM-in üçbucaqlı sahəsinin isə 60 olduğunu deyir. Gəlin biz üçbucaq sahəsindən istifadə edərək buradan M-ni tapaq. Deməli, buradan görürük ki, düzbucaqlı üçbucaqdır bu. Düzbucaqlı üçbucağın sahəsi S bərabərdir. BM vurulsun. M-in bölünsün 2 düsturuna istifadə edəcəm. Burada BM 5-dir. Vurulsun. M-in bölünsün 2 bərabərdir 60. Buradan M-ni tapsaq, M-in bərabərdir 120 bölünsün 5. O da eləyəcək 24. Deməli, axtardığımız M-in parçası oldu 24. Və digər tərəfdən buradakı parçalar ikisi də bir-birinə bərabər olacaq. Yəni, x olacaq. Və biz buradan A, B, C deməli, biz buradan ABC düzbucaqlısından görürük ki, BM hündürlükdür yenə də və hündürlüyün əlaməti var idi. H-ın kvadratı bərabərdir ayırdığı parçaların hasilinə. Yəni, H-ın kvadratı bərabərdir x vurulsun, x üstə gəlsin 24-ə. H-ımız da 5-dir, 5-in də kvadratı eləyəcək 25. Buradan x-ın 1 olduğunu görürük. Amma ki, ikinci yolu isə, yəni x-ımız buradan 1-dir. İkinci yol isə gəlin kvadrat əlini kimi vuraq açaq. X kvadratı üzərinə gəlsin 24x. Çıxılsın 25 bərabərdir 0. Buradan köklərinin cəminin -24, hasilinin isə -25 olduğunu gördük. Və yəni x1 köküm olacaq 1, x2 köküm olacaq -25. Mənfi qiymətini götürmürük. Ona görə doğru cavabımız olacaq 1. Əgər bizdən AC-ni soruşub, AC-miz də bərabərdir 1 üzərinə gəlinsin 24 üzərinə gəlsin 1. Buradan da AC-nin 26 olduğunu gördük. Doğru cavabımız 26.